Aleluya. Bəli. Biz nəydən danışırdıq əvvəllər danışdıq? 3 həftə dalbadal. Ki, səmavi padşahlıq sənin daxilindədir. Yəni, biz kəşf elədik ki, dünyada ən müqəddəs kitab insandır. İnsandan qədim, insandan müqəddəs, insandan ali kitab yoxdur. Hətta Nəsimi kinosuna baxanlar, nə yaxşı ki, Nəsimi Azərbaycanlı olub, Nəsimi kinosuna baxanlar belə deyir ki, insan özü bir kitabədir. Nəsimi bunu deyibdir. Nəsimi bunu deyib ki, insan bir kitabədir. Və bunu bugünkü günə qədər bütün dinlər bizdən gizlədiblər. Və Rəbbə şükürlər olsun, bu günlərin biz açılır ki, biz dünyada ən müqəddəs kitabıq. Bizi kitab, bizi hər şeyin məcmuası, hər şeyin toplusu, hər şeyin son məlumatı bizdə yazılıb yox, bizdə toparlanıb, bizdə toplanıb, bizdə cəmləşib. Bizdədir. Onun üçün müqəddəs kitabda deyir ki, ey qədim qapılar, ey dir qədim qapılar, başınızı qaldırın, gör biz nə qədər qədimik. Başınızı qaldırın, şah daxil olsun. Ey qədim darvazalar, yuxarı başınızı qaldırın, şah daxil olsun. Biz ən qədim qapılarıq və Allahın ruhu, bizə aid olan ruhu şahdır. Biz özümüzdən daxil olmalıyıq. Biz ən qədim qapıyıq və sənin yeganə bütün suallarına cavab, heç bir kitabda tapa bilməzsən. Heç kəsdə tapa bilməzsən. Yalnız sən öz suallarına cavabı özün adlı kitabda tapa bilərsən. Çünki sən olanda nə müqəddəs kitab yox idi, nə yer yox idi. Ümumiyyətlə bir gün mən bir Naftalanda idim, axşam oturmuşdum. Orada bir çayxana kimi yer var, orada çay içirdim. Yaxşı da musiqi oynurdu, havada qaralmışdı, qəşəng külək əsirdi. Fikir gəldi ki, sən demə, Adəm özü evlatları üçün kitab olmalıymış. Kitaba ehtiyac yox imiş, Adəm özü öyrətməliymiş evlatlarını. İnsanın kitaba ehtiyacı yox imiş. Və o vaxt ki, Adəm öz evlatları üçün kitab olmayanda, kitab yaranmağa başladı. Yəni biz özümüz öz evlatlarımız üçün kitab olmalıyıq. Onlar bizi oxumalıdırlar. Çünki biz onlara kömək eləməliyik, onlar bizi oxumağa. Necə ki, bizim valideynlər kömək edib ki, biz onları oxuyaq. Və biz də onlar üçün kitab olmalıyıq. Kitaba ehtiyac yox idi başlanğıcda. Əvvəldə kitaba ehtiyac yox idi. Allah insanın özünü kitab yaratmışdı. Onun üçün Nəsimini, mən heyranıyam da Nəsiminin. Mən onu oxuyuram, Rus dilində oxuyuram birdən, Azərbaycan dilində oxuyuram. Orada elə açıqlamalar var ki, insan özü kitabədir. İnsan özü ən müqəddəs, ən qədim, ən birinci kitabdır. Və ona görə də bu günlərim çoxlu adamları məyus edəcəm. O kimlər ki, ölüb getmək istəyirlər, göylərə düşmək istəyirlər, Allahın yanına düşmək istəyirlər, o adamları bugün məyus edəcəm. Çünki bugünkü təbliğimizin adı göylər səhradır, yerdə qalası olduq, burada, hər şey buradadır. Və biz bundan qabaq 3 həftə o barədə danışdıq ki, Allahın səltənəti bizim daxilimizdədir və biz səltənətin sirlərini öyrəndik. Və biz başa düşdük ki, biz reallığı dəyişdirə bilirik. Və burada şahidçiliklər oldu ki, necə biz reallığı dəyişdirdik, fakt. Rena xanım necə getdi Kitaya, dekanatdan kağızı götürdü, ləğv elədi, təzdən yeni kağız qoydu ora. Və onun Kitayda imtahandan konkret olaraq kəsilmiş oğlu bir neçə müddətdən sonra bir də gördülər ki,
Yeniden Ablaviye'yle gitti ve oğlunun adı oradadır. Konkret olarak kesilmiş. Niye? Çünkü o gitti Kitaya. Kitay'daki olan vəziyyəti götürdü öz daxiline. Çünkü biz başa düştük ki bizim daxilimize düşen her şey plastikleşir, yumuşalır. O götürdü o vəziyyəti daxiline. Daxilində o vəziyyəti dəyişdi. Necə ki dulusu gil vasitəsilə, palçıq vasitəsilə və o palçığı ürəyi istədiyi şəkilə salıb. Eləcə də biz gördük ki Reyna xanım, sonra başqa bacılar, sonra Bətanət xanım var burada, o reallığı dəyişdilər. Cəminə xanım var, o şakil eli ki necə reallığı dəyişir. 3 həftə mənə qulaq asıb, heç nəməyib. 3 həftədə cəmi, həftədə 168 saat var, o 168 saat cəmi 1 saatını mənə qulaq asıb. Ola bilər ki, sən mənə qulaq asırsan burada, səndə nəsə alınmır və sonra deyirsən, bu nə oldu elə, hamı da alınır, məndə alınmır. Ona görə ki, sən ürəkdən buna qoşulmursan. Eşitirsən məni? O vaxt ki, sən ürəkdən qoşulursan, mümkün deyil alınmasın. Əgər alınmırsa, problem Allah'ta deyil, problem eşəndə deyil. Əgər birindən mən bu barədə danışmışdım da əvvəllər ki, 2 nəfər dua eləyir, biri duasına cavab alır, biri cavab almır. 2 nəfər dua eləyir, biri möcüzə görür, biri möcüzə görmür. 2 nəfər danışır, dayanır ibadət yerində, ikisi də dua edirlər, ikisi də insandır. Söhbət nədən gedir? Nəyə görə biri cavab alır, biri almır? Məyər Allah qohumbazdır? Xeyr, sadəcə ona görə biri cavab alır, biri cavab almır ki, mən bunu sizə demişdim. Biri düşüncə vasitəsilə dua edir ki, artıq varımdır, düşüncəsini dəyişir və istədiyi şeyi görməyə başlayır. Bu kvant nəzəriyyəsidir. Bu elmin, inkişafın tərəqqisidir. Bu gün son dərəcəyə gəlib çatıb kvant nəzəriyyəsi. Son dərəcəyə nə mənada? Yəni insanlara açılmasının son dərəcəsində. Amma orada çox şeylər var hələ. Hələ bu son deyil. Ona görə də biz reallığı dəyişdirə bilirik. Və bu qrupda adamlar var ki, onlar şahidçilik etdilər. Və onun üçün də sənə bir sual vermək istəyirəm. Güc haradadır? Güc sənin düşüncəndədir. Səmavi səltənət sənin daxilindədir. Ona görə də indi mənim arxamda denən. Denən səmavi səltənət mənim daxilimdədir. Dinən bu gücü hiss elə. Aleluya. 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 Oh, aleluya. Oh, aleluya. 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 Kondisionerlər 3 dənə kondisioner taxılı şotçu yatır. Ona görə belə olmuşdur. Aleluya. Rəbbə şükürlər. Aleluya. Yandı işığımız. Aleluya. Bəli, biz davam edirik. Ki, səmavi səltənət sənin daxilindədir. Mikrofonları xahiş edirəm, söndürün. Kamera az yanlı olsa da olar. Amma mikrofonları əsas söndürün. Biz reallığı dəyişməyə qadirik. İnsandan başqa reallığı dəyişməyə heç kim qadir deyil. Onun üçün sənə deyirdim ki, dinən ki, səmavi səltənət mənim daxilimdədir. Aleluya. Və güc, qüdrət məndədir. Başqa heç kimdə. Amin, mən başa düşürsən sən. Ona görə də biz səhər tezdən durub məlumatın köləsi olmağı dayandırmalıyıq. Biz bizə ətrafdan gələn məlumatların köləsiyik. Lazım deyil kölə olmaq. Və biz keçən həftələrdə mükəmməl şəkildə öyrəndik ki, məlumat ətraf dəyişməlidir.
Biz sınanmış daşlarıq. İsa mərhələlərlə insanları informasiya əsarətindən çıxardırdı. İnsanları matrislərdən, yəni insanları dindən çıxardırdı, çərçivədən çıxardırdı. İsa Samariyalı qadının yanına gəlib həqiqətləri qadına açdı. İsa qadına Allah ətrafda yox, onu hardasa bir dağda, dərədə yox, öz ürəyindəyi axtarmağı öyrətdi və qazını azad etdi. Bugün də bu dindarlıq, bu manipulyasiya hələ də davam edir. Və sən bugün bu məbəddə həqiqəti eşidirsən. Sən eşidirsən ki, Allahın padşahlığı sənə yaxınlaşır. Mattanın müjdəsi 3-cü fəsil 2-ci ayədə o deyir ki, o belə deyirdi, deyir ki, tövbə edin, çünki səmavi padşahlıq yaxınlaşır. Səmavi, yaxınlaşmış padşahlıq bu padşahlığa dəvətdir, başa düşün. Bax, buna İncil deyilir. Bu hələ padşahlığın özü deyil. İncil, müjdə bu səltənətin özü deyil. Xoş xəbər səltənətin özü deyil, xoş xəbər İncil, müjdə Allahın padşahlığı səltənəti haqqında məlumatdır. Dəvətdir, ora dəvətdir. Bu, padşahlıq haqqında bir xəbərdir. Padşahlıqdan gələn bir xəbərdir, müjdə, İncil, xoş xəbər. Və bütün oyanış pastorlarının, təbliğçilərinin başa düşmələri lazım olduğu məhz bu imiş ki, İncil, müjdə, bu xəbər və dəvətdir. Amma səltənətin, qulaq az, lazımdır bunu sən təmiz ayıra biləsən ki, bu səltənətin padşahlığın özü deyil. Ona görə İsa şagirdlərinə deyir ki, getdiyiniz yerlərdə səmavi padşahlıq yaxınlaşıb deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamları pak edin, cinləri çıxardın. Və məlumdur ki, tövbə sözünü Azərbaycanda çox az adamlar bilir. Mənim YouTube səhifəmdə var bu barədə çıxışım. Çox cüzi adamlar bilir tövbə. Tövbə bu 180 dərəcə dönmək deməkdir. Düşüncənin, fikrin 180 dərəcəsi dönməsi deməkdir. Və bu dönüş haqqında deyilir ki, İncilə inanan göydən gələn xoş xəbərlərə inanır. İndi diqqət, göydən gələn yaxşı xəbərə inanmağınızın tam bir dönüş adlandırırsansa, əgər sən göylərdən gələn bu xəbəri, xoş xəbəri tam bir dönüş, yəni tövbə adlandırırsansa, onda bütün bu müddət ərzində yalnız dünyanın pis xəbərlərini inamla yaşadığınız ortaya çıxır. Sən dünyanın pis xəbərləri ilə yaşamısan, İsa barəsində eşidənə qədər. Sən dünyanın pis məlumatları ilə yaşamısan, səltənət barəsində xoş xəbərləri eşidənə qədər. Bir daha təkrar edirəm. Tam bir dönüş, yalnız göydən gələn yaxşı xəbərlərə inanmaqdırsa, əgər sən göydən gələn yaxşı xəbərə inanırsansa, tövbə edirsənsə, bu, adi bir insanın beyninin yalnız yerin pis xəbərlərinə inanmağa cəlb olunduğunu göstərir. Əgər sən bu günlərin göydən gələn xoş xəbəri eşidib 180 dərəcə dönmüsənsə, deməli, sənin beynin həmişə pis xəbərlərə inanır. Sənin beynin pis xəbərlərlə oturub, qidalanıb, durub. Və sən indi göydən gələn xoş xəbərlə cəlb olunmusan, səni cəlb eləyib özünə göylər, səmavi padşahlıq, səltənət. Amma biz bilirik də göylər haradır. Amin. Göylər haradır? Göylər sənsən, sənin düşüncəndir, sənin ali düşüncən, sən. Nə dedi Nikodimlə İsa söhbət eləyəndə? Nikodimlə İsa söhbət eləyəndə, Nikodim İsa ilə danışanda İsa dedi ki, Nikodim, gəl biraz göylər barəsində danışaq. Nikodim dedi ki, yox, yer barəsində danışaq. O deyir ki, Nikodim, insan göydən doğulmalıdır. Nikodim deyir ki, mən necə təzdən anamın qarnına girim, oradan təzdən doğulum. İsa bunun düşüncədə göylərə çəkmək istəyir, yəni ali düşünməyə fikirləşir. Bu isə yeni yer barəsində düşünür, yer barəsində fikirləşir. Dünya var, dünyada baş verən proses barəsində.
İsa yenə onun səviyyəsini qaldırmaq istəyir. Deyir, Nikodim, gəl biraz yüksəkdən düşünək, göylər barəsində düşünək. Səmavi səltənət barəsində düşünək. Nikodim deyir ki, yox, mən yer barəsində sənə sual vermək istəyirəm. Ona görə də biz təhcə yalnız pisliyə inanmadıq. Biz həm də inandıq ki, hər şey yaxşı olacaq, belə deyirlər. Hər şeyin yaxşı olacağına inanan bir insan, amma sonda hamımız öləcəksə, artıq o heç nəyə inanmır deməkdir. Dəfələrlə demişəm, təkrar edirəm, İsa'ya inanmaq ölməməkdir. Çünki Yahya 11-ci fəsil 26-cı ayədə deyir ki, mənə inanan heç vaxt ölməyəcək. Qulağı aç eşit. İsa'ya inanmaq, İsa'ya inanıb ölürsənsə, sən İsa'ya inanmırsan. Mən İsa'ya inanıram, mən İsa'çıyam, mən ona bütün qəlb, xeyr, əgər sən ölmək barəsində düşünürsənsə, əgər burada ölmək barəsində fikirlərin varsa, sən İsa'ya inanmırsan. Bəni anlayırsınız siz? Buradasınız siz? Əvvəllər hamınız elə bilirdiniz ki, İsa'ya inanırsınız, elədir mi? Amma indi başa düşürsünüz ki, əgər siz İsa'ya, əgər ölmək barəsində məlumat var, İsa niyə ölmədi? Öldürdülər belə, o dirildi. Niyə? Çünki ölüm barəsində məlumat yox idi, informasiya yox idi. Məlumat ancaq göylər barəsində idi. Ona dedilər, sən Yusifin oğlusan. O dedi ki, xeyr, mən Allahın oğluyam. Onda xərbər yox ki, Yusifin oğludur. Onun da ki, bu Məryəmin oğludur, ölü buna möcüzələr göstərdi. O ki, xeyr, mən Allahın oğluyam. Allahın oğlunda ölüm barəsində məlumat olmur. Sən buradasan bu günləri, beşdirsən məni. Allahın oğlunda ölüm barəsində məlumat olmur. Və mən sənin düşüncəndəki olan bütün ölüm haqqında olan informasiyanı sıfıra indirirəm. Əgər sən deyirlər, hər şey yaxşı olacaq, mən Məsih-deyəm, sən hər şeyin yaxşı olacağını fikirləşirsənsə, amma sonda hamımız öləcək deyirsənsə, artıq sən heç nəyin yaxşı olmayacağını deyirsən. Yadınızdadır, bəxşişçi Yahya 1-ci tövbəyə dəvət edirdi ki, səmavi padşahlıq yaxınlaşıb, tövbə edin, yolunuzdan dönün. İkinci mərhələdə isə İsa nə deyir? Deyir, səmavi səltənət artıq sizin daxilinizdədir. Padşahlıq sizin daxilinizdədir. Sizlər nə isə yox, əksinə hər şey sizləri axtarmalıdır. Hər şey məni axtarmalıdır, eşidirsən? Hər məlumat, məndədir məlumat, xəzinə səndədir. Hər şey, elm, texnika, inkişaf, harda üzə çıxır? İnsana o daxil olanda, insan onu qəbul edəndə, düşüncəsinə, daxilinə qəbul edəndə, oradan o partlayış şəklində çıxır. Çünki haçar, səndədir. Səmavi padşahlığın sirləri səndədir. Padşahlıq sənin daxilindədir. Sən nə isə axtarmalı deyilsən, haradasa ətrafda. Əksinə, ətraf səndə axtarmalıdır hər şey. Dünənlərim Bakıdan qonaq gəlmişdi 2 nəfər. Yox, biri Bakıdan idi, biri Ağdaşlı idi. Çox imkanlı adam idi. Ondan yaslı oturmuşdur. 10 dəqiqəyə oturub spiriskan çay içib gedəsi idi. 1 saat getmədilər. Bıraxmadılar məni. Biz dedi, səni təmiz başqa eşən tanıyırıq. Biz səni təmiz başqa eşən, mən özüm utandım öz keçmişimdən. O deyəndə çünki onlar məndən kitab istədilər, dedim, gətirib verirəm. Magazini var, Ağdaşda magazinləri var. Dedim, verəcəm, oradan götürərsin. Və onlar dedilər ki, bunlar hardandır səndən? Bunlar səndə hardandır? Mən çünki oradandır ki, mən başa düşmüşəm ki, padşahlıq mənim daxilimdədir. Və onlar məni harasa bir çay içməyə dəvət elədilər. Yaqin ki, apardı, getdi çörək yeməyə. Mən çox mədəni şəkildə onları başa düşdüm ki, məndə vaxt yoxdur.
Mən hər adamdan gedib, eşitirsən məni? Məndə vaxt yoxdur, gedim adamlarla oturum, söhbət. Aleluya. Aleluya. Zapis getməyini gedir, göstərir, amma bilmirəm necə olacaq. Bəli, padşahlıq bizim daxilimizdədir. Ona görə də bizi, hər şey bizə axtarmalıdır. Hər şey sən axtarmalıdır, hər şey mənə axtarmalıdır. Biz nəyisə axtarmalı deyilik. Anlayırsan özü? Başlayırsan özü tanımağa, xahiş edirəm, əli qaldır, əgər özü tanımağa başlayırsansa, bu söhbət var, mən özünü tanımır, nə belə bir varabs qoyuyor, o tanımaqdan yox, ha. İnsan özünü tanımalıdır, ən müqəddəs, ən ali amaldır. Ən ali, yüksək düşüncə tərzidir, insan özünü tanımaq. Özünü tanıyan insan heç vaxt büdürəməz. Özünü tanıyan insan heç vaxt yıxılmaz. Özünü tanıyan insan heç vaxt heç kimə pislik eləməz. İstəsə belə onun əlindən gəlməz. Ona görə də qarşıdan gələn, daxilimizdə olan səltənətə gəldikdə bu ikinci mərhələdir. Yadınızdadır, İsa nə dedi? İsa dedi ki, belə elə adamlar, bax, o qadına nə dedi? Dedi, adamlar deyəcək ki, bax, o Allahın padşahlığı oradadır. Allah Siyon dağındadır, Allah nə bilim Ərafat dağındadır, nə bilim Allah o dağdadır, o məbəddədir, bu binadadır. O deyir ki, inanmayın. Çünki deyir Allahın padşahlığı insanın daxildədir padşahlığı. Biz göylər barəsində danışırıq ki, göylər şəhradır. Biz gedəsi olmadıq göylərə. Hamı ölüb göylərə getmək istəyir ki, Allah oradadır. Mən deyirəm ki, ora səhradır, boşluq heç nə yoxdur. Burada qalırıq, hamısı buradadır. Səltənətin İncili, yəni xoş xəbəri. Bu hələ səltənətin özü demək deyil. Gələn və qarşıdan gələn və daxilimizdə olan səltənət ikinci mərhələdir. Və bu ikinci mərhələ məsihçilikdən, dindarlıqdan daha böyükdür, xristiyanlıqdan, bütün dinlərdən daha böyükdür. Ona görə də biz deyirik ki, dindarlıq, xristiyanlıq, nə bilim başqa dinlər, davay dasvidaniya, sən yaxşı yol, biz getdik. Biz səninlə baş verə bilmərik, baş-başa. Çünki Qalatalılar 3-cü fəsil 24-cü ayda nə deyir? Deyir, yəni qanun, Tövrat qanun deməkdir. Tövrat sözünün Azərbaycanca tərcüməsi qanun deməkdir. Zakon, Türkçə anayasa. Deyir ki, bax, Qalatalılar 3.24-də oxuyuram. Yəni, qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu. Rəbbimiz, yəni Rəbb müəllimdir. Deyir, qanun bizə Allahın lütfüne qədər yol göstərən müəllimimiz oldu ki, imanla salih sayılaq. Çünki əməllə salih sayıla bilmərik. Əmələ qalsa ən yaxşı oğlanın başı kəsilməlidir. Birinci mən. Əmələ qaldısa vay halımıza. Çox adam 5 dənə, 10 dənə yaxşı əməl eləyir və elə bilir ki, bununla da hər şey həll oldu. Xeyr. Qanun Məsihə qədər bizə yol göstərən olur. Qanun bizim elə bil, biz deyirik ki, sən bizim beşiyimiz idi. Sən bizi böyütdün qanun, sən bizi Allaha çatdırdın. Ancaq biz davam edirik. Çünki bütün yaradılış Allahın oğullarının vəhini gözləyir. Bütün yaradılış, mən Allahın oğluyam, mən xristiyan deyiləm, mən dindar deyiləm, mən məsihçi deyiləm. Bütün yaradılır. Kilsələr öyrədir ki, Quran öyrədir ki, İsa'nın ikinci gəlişi olacaq. Kəlam isə deyir ki, yaradılış, yəni bəşər, İsa'nın ikinci gəlişini yox, Allahın oğullarının vəhini gözləyir. Romalılar 8-ci fəsil 19-cu aya. Kilsədə olanlar burada çoxuz bilirsiniz.
Kur'an'ı bilənlər də bilir ki, İsa gələcək, Məhəmmədin arxasında namaz qılacaq. Kilsədə olanlar bilir ki, İsa'nın ikinci gəlişi olacaq. Amma burada yazılmayıb. Yazılıb ki, bütün yaradılış ağlayır. Allahın oğullarının vəhini gözləyir. Onların kəşfini gözləyir. Və təkcə o deyil, özümüz də bədənin çevrilməsi üçün, bədənimizin yeni bədən olması üçün içimizdə bu kəşfi gözləyirik. Fikir versən, yaradılış Məsihin gəlişi üçün ağlamır. Allahın oğullarının gəlişi üçün ağlayır. Sənin üçün ağlayır. Səndə məlumat var, onu danışmalısan. Dünənki adamlar, o qonaqlar deyirdimi? Onlar az qalırlar ağlayalar. Biri lap məndən nətər yapışmışdısa, deyirdi, yox, mən səni bıraxa bilmirəm. Çünki o qədər düşüncədə, fikirdə pul var ha, puldan problem yoxdur. Puldan problem yoxdur, uşaqlar, başa düşürsün. Puldan problemi yoxdur. Problemi mənəviyyatın boşluğundan da, acılıqdan da, acından mənəviyyatı quruyub ölür. Ona görə də yaradılış bizdən fərqli olaraq ilahiyyatda o qədər də güclü deyil. Nə baş verəcəyini mükəmməl bilir. Məsihin zuhuru, bax bu, Allahın oğullarının kütləvi kəşfidir. Məsihin bir dəfə bir adam danışmışdım sizə. Bir dəfə bir adam deyirdi ki, Həzrəti Əzamandır, nə bilim, Mehdi gəlməlidir, kimsə gəlməlidir. Mən ona sual verdim ki, qardaş, küçəmizdə müsəlmandır. Dedim, Mehdi gəlib nə qaracaq? Dedi, yaxşını pisdən ayıracaq, ədaləti bərqərar edəcək. Dedim, istəyirsən mən bu dəqiqə elə eləyim ki, Mehdi gəlsin. Dedi, gətirə bilərsən ki, dedim, bu dəqiqə. Dedi, necə? Dedim, başda yaxşını pisdən ayırmağa, ədaləti bərqərar eləməyə gəldi da Mehdi. Və Mehdi səndə gəlməlidir da, Mehdi göydən təzdən səbətdən tullanmalı deyir ki, bura. O səndə gəlməlidir da. Biz isə hələ də kilsələrdə göydən Məsihi gözləyirlər. Özlərində Məsihin gəldiyini göstərərək dünyaya sübut etmək əvəzinə, yaxşılığı bərqərar etmək əvəzinə, insanlara kömək etmək əvəzinə deyirlər ki, İsa gələcək göydən vəziyyəti düzəltəcək. Bu yaxınlarda bir administratora bir-iki söz dedim ki, sən administratorla. Dedi ki, təəssüf ki, sən çox düz danışırsan. Amma dedi, sonda mənə yazdı. Yazdı ki, amma biz səninlə dua eləməliyik ki, İsa tezliklə gəlsin, bu vəziyyəti düzəltsin. Bir saat onunla danışdığıma təzdən hayfım gəldi. Mən bundan nə danışıram, həyat sözü məbədin administratorudur. Axırda deyir ki, sən dua eləməlisən, sən güclüsən duada. Mən də sənlə birlikdə dua eləyim, İsa gəlsin, bu vəziyyəti düzəltsin. Dedim, ha qardaş, vəziyyəti biz düzəltməliyik, biz adam olmalıyıq. Vav, Gönül xanım deyir ki, mən nələr eşdirəm bunu. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. Xristiyanlıq yaradılışın iniltisini, həsrətini təmin edə bilsəydi, əgər xristiyanlıq yaradılışın qayğısını çəkə bilsəydi, yaradılışın Allahın oğullarının zahir olmasını adlanan başqa bir mərhələni gözləməsində nə ehtiyac var idi? Əgər xristiyanlıq hər şeyi edə bilirdisə, nə üçün Məsihi gözləyirlər, Allahın oğlunu gözləyirdilər? Allahın oğullarını gözləyirlər. Yaradılış, burada xristiyanlıq var. Burada məsihçilik, Məsihin şagirdləri var. Bax, nə qədər biz çoxuq. Bu günlərim Amerikadan bir dostum mənə təbliğini göndərib, Məsihin tələbəsi olmaq. Nə tələbə, mən Məsihin müəllimiyəm, tələbə nədir? Tələbə nədir? Tələbə ömrü boyu öyrənən deməkdir. Mən bugün öyrədənəm, sən bugün öyrədənsən, sən bütün dünyanı öyrədirsən. Sən ətrafındakını öyrədirsən. Ola bilər, mən çox bilərəm, sən az bilərsən, sən çox bilərsən, mən az bilərsən, söhbət onda deyil. Hələ də kilsə təlimi Məsihin tələbəsi olmaq istəyir. Yaradılışa deyirlər ki, Allah, burada xristiyanlıq var, burada kilsə var, gəl burada dua elə, gəl Məsihin tələbəsi ol. Amma yaradılış tələbə də olur, kilsəyə də gəlir. Amma necə inildiyirdisə də, kilsəyə gəlməyəndə, kilsəyə gələndə gənə inildiyir.
Biz bunu gözləmirik. Biz Allahın oğullarının həqiqi vəhdinə ehtiyacımız var. Mənə qulaq asın bir dəqiqə, xahiş edirəm. Bir dəqiqə mənə qulaq asın. Başa düşürsünüz siz. Sizin Allahın oğlunun, sizin Məsihin gəlişinə ehtiyacınız yox deyil. Məsih gəlsin. Nə olacaq ki? Məsih gəlsə nə olacaq, gəlməsən olmayacaq. Sənin vəhin, düşüncən dəyişməyibsə. Allahın özü bu dəqiqə gəlsin, otursun sənin yanında. Sənin düşüncən, sənin vəhin dəyişməyibsə, nə dəyişsə sənin həyatında? Biz Məsihin gəlişini gözləmirik. Bizim Allahın oğullarının, sizin Allahın oğullarının həqiqi vəhinə ehtiyacınız var. Məni anlayırsınız siz? 2 nəfəri görürəm burada. Gönül xanımı, bir də Ayda xanım. Qalana mı gizlənib, bir də Reyhan nənə. Məni anlayırsınız siz? Bir də Mariya badı. Anlayırsınız bizim ehtiyacımız nəyədir? Halleluya, halleluya, halleluya. Bizim Allahın oğlunun, Allahın oğullarının, Allahın təbliğçilərinin vəhinə ehtiyacımız var. Sən heç vəh alırsan burada büyünməyə, qulaq asa. Deməli, sənin mənə ehtiyacın var. İsa'ya yoxdur. Nə mənada yoxdur? Yəni, İsa artıq səndədir. Bu vəhə ehtiyac var. Sənə isə nə öyrətmişdilər? O hələ gələsidir, sən nəsə eləməlisən. Bir bacı var, adını çəkmirəm, axşam mənimlə qəşəng yazışırdı, vəftiz barəsində. Hələ də insanları vəftiz eləmək istəyirlər, hələ də insanları saflaşdırmaq istəyirlər, hələ də insanları pak eləmək istəyirlər, hətta hələ də insanları xilas eləmək istəyirlər. Bəs Məsih nağarmışdı. Məsih çarmıqdan nağarmışdı ki, sən indi bunları eləməlisən. Da onda Məsih, sən bunları eləyəcəydinsə, Məsih nə üçün eləyirdi onları? Məsih nə üçün əzab çəkirdi? Məsih nə üçün öz şirin canından keçirdi? Ha? Əgər sən bunları eləyirsənsə, əgər sən hələ də özünü aparıb qanun altına salırsansa, sən aparıb hələ də kilsədə özünü oradakı təlimin altına salaraq, oradakı adət ənənəni, ayinləri yerinə yetirirsənsə, Məsih nə üçün gəlmişdi bəs? Uşaqlar, Allahın padşahlığı, Allahın oğullarının vəhi bu xristiyanlıq barədə deyil. Allahın padşahlığı bəs nə barədədir? Bu Məsih barədədir, məhs olunmuş. Xristiyanlıq yox. Çünki bildiyimiz kimi İsa xristiyan deyil, o Məsihdir, o məhs olunmuşdur. Onun üçün dedim mən sizə ki, İsa İncilə inanmır, o göydən gələn xoş xəbərlərə inanmır, o onları yaradır. İsa göydən gələn xoş xəbərlərin mənbəyidir. Necə ki, bugün sən xoş xəbərin mənbəyisən, sən xaricdə olanı götürürsən, içinə qoyursan və təzdən xaricə onu gözəl şəkildə, məlumat şəkilində ötürürsən və xaricə ötürdüyün məlumat orada fizikiləşir və sənin qarşında gəlir deyənir. Anladın məni? Əgər anladınsa qaldır əliyi görüm. Sən xarici götürürsən, onu içinə yerləşdirirsən, onu dəyişirsən, onun informasiyasını dəyişirsən, onun vəziyyətini dəyişirsən, sən eləyirsən bunu, sənsən dulusçu. Lazım deyil gedib pastorun dizinin dibində ağlayıb saatlardan. Pastor mənə dua elə, pastor bunu mənə elə, pastor. Pastor sənə lazımdır, amma düzgün pastor. Süleyman şah keçməmişdən qabaq, Davud atası öləndə, Davudun kahini var idi, adı yadımdan çıxıb burada. Sonra yazaram saytda. Davudda peyğəmbərlik olunmuşdu ki, yerinə oğlum Süleyman oturacaq. Allah bunu Davuda demişdi. Davud öləndə Allahın kahini, yəni peyğəmbər, İsrailin baş kahini Süleymanın yerinə
Süleymanın o birçi qardaşını padşahlığa məş etdi. Hemen yeri göndərirəm sizə, padşahlıq 3-cü fəsildədir məncə. Oxuyarsınız onu, indi izahını verim, sonra oxuyarsınız. Diqqətdən qulaq əsinə baş verir. Süleymanın yerinə Allah Davuda deyir ki, Süleyman olacaq. İsrailin padşahı, İsrailin peyğəmbəri. Baş kahin isə, İsrailin kahini, İsrail xalqı ilə Allahın arasında olan vasitəçi, necə Allahın kahinidirsə, Süleymanın yerinə götürür, onun qardaşını seçir. Və Süleyman padşah keçəndən sonra qardaşı yıxılır, Süleyman padşah keçir. Keçən kimi həmən kahini çağırır. Deyir, sən necə Allahın kahinisən ki, məni yox, Allahın seçdiyi şahı yox. Sən Allahın seçmədiyini şah gördün. Səni öldürmürəm, əlimi qana bulamaq istəmirəm. Səni bıraxıram, çıx get. Gözümü amma görsənmə. Yeni əhdə isə, qulaq as indi. Yeni əhdə isə deyir ki, biz kahinlərik, şah nəsliyik. Yadınızdadır? Biz şah nəsliyik. Əgər pastor səni şah kimi görmürsə, o kahin Süleymanı şah kimi görmədiyi üçün həmən pastordan 150 ilə qaçar alan. Əgər o hələ də sənə qul kimi, o hələ də sənə Allaha bir xidmət eləyən kimi görürsə, o hələ də sənə deyirsə ki, yox, sən Allahı razı salmamısan, sən kilsədə bunu eləməlisən, onu eləməlisən, öləcəm. O səni şah kimi görmür. O səninlə Allah arasında olan heç bir bəhsləri yarada bilməz. Başa düşürsünüz Süleymanla baş verəni 3000 il bundan qabaq. Süleyman həmən an onu ləğv elədi. Dedi, sən necə Allahın şahinisən ki, sən məni şah görmədin, Allah məni şah seçib. İndi sizədir xoş xəbərim, sizədir səltənətin sirləri. Sən şahsan, sən kahin nəslisən. Əgər mən səni şah kimi görmürəmsə, aralan məndən, qaç məndən sənə yaxşı öyrətmən olanmaz. Mən anlayırsınız? Vah, vah, vah. İsa göydən gələn xoş xəbərlərə inanmır. O onları yaradır. O onların mənbəyidir və bugün artıq o göylər sənin daxilindədir. Sən o başa düşürsən, sən artıq inanmalı deyilsən, sən artıq yaratmalısan. İnam devri getdi. İnanmaq devri getdi. Sən inana bilməzsən ey İsa'ya. Mən sənə deyirəm ki, axşam saat 6-da mən sizdə olacam. Gələm sizə. Sən inanırsan da mənim bu sözümə. İrina xanım yazdı oradan. Aviyafar, kahin Aviyafar. O Süleymanın kahini Aviyafar. Çox sağ ol İrina xanım. O tatlı oradan yazdı. Kahin Aviyafar. O Süleymanın, Davudun kahini o idi. Onu qovdu. Süleyman onu qovdu. Sən Allahın kahinisən. Sən şah nəslisən. Hər şeyi artıq sən öz içində yaradırsan. İsa inanmaq, Allaha inanmaq. Biz uşaq vaxtı inanır. Biz mən deyirəm ki, nəyi misal çəkirdim. Axşam 6-da sizə gəldim. Sən inanırsan mən ki, mən səni allatmaram da. Niyə anladım ki, deyirəm gəldim. Və mən 6-da sizə gəlirəmsə, mən sizdəyəmsə, sizə gənə inanmaq lazımdır, yoxsa yox. Da sizdəyəm də nəyə inanırsan ki? Da gəlib çatmayacam da. İman, ümid, məhəbbət. İman da bitəcək, ümid də bitəcək. Mən sizdəyəmsə, sənə inanmaq lazımdır ki, mən sizə gələcəm. Mən sizdə və sən əgər Məsih səndədirsə, sənə inanmaq lazımdır ki, Məsih gələcək, sənə onunla yaşamaq lazımdır. Amin? Amin. Sənə onunla biz bugün ata ilə birlikdəyik, bizə inanmaq lazım deyil ki, o məndədir. Biz onunla yaşayırıq, hep bir yerdəyik.
Və min illərdir bütün əhd-i ətikdə, yəni köhnə əhddə deyirlər ki, Allah mənə yaxınlaşın dedi. Mənə yaxınlaşsanız, mən də sizə yaxınlaşacağam. Bəşəriyyət isə yaxşı, kimsə Allaha yaxınlaşa bilər ki, hara göyə çıxaq, yoxsa yerə düşək, harada tapaq onu. Belə fikirləşir. Və ona görə də göylər səhradır, biz yerdə qalası olduq, gedəsi olmadıq. Hər şey buradadır, hər şey burada başlayır. Hər şeyi burada alacaqsın. Daha sizinlə çox danışmayacağım, çünki bu dünyanın hökümdarı gəlir. Onun mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. Artıq bu dünyanın hökümdarı gəlir, iblis gəlir, amma sənin üzərində onun səlahiyyəti yoxdur. Sən artıq ucalmısan. Sən artıq Allahın Siyon dediyi reallıqsan. Sən Siyondan çıxış edirsən, Allahın müqəddəs dağından. Sən o müqəddəs dağ. Ümumiyyətlə, mənim əsas məqsədlərimdən biri xristiyanların cənnətə getməsini dayandırmaqdır. Gözün kəllədən çıxmadı ki, bu nədir, bu eşən nədir? Bu eşən çalaba qarşı danışır. Niyə biz cənnətə getməyək axı? Eşən, sən nə danışırsan? Sən bizim cənnətə getməyimizi istəmirsən? Mən heç bir çaşqınlıq yaratmaq istəmirəm. Amma hər hansı bir reallığın doğulması belədir. Hər hansı bir reallığın doğulması belədir. Sənin anlamadığın sözü eşitməlisən. Bəsdir qulağa Allah'la çaldıqları və anlamadığın sözün doğulması baş verməlidir. Və bugün biz Siyon dağı haqqında yayın edəcəyik. İsa hər şeyi tərk edib. Onun arxasıyla gedən Petra belə dedi. Sənə 100 qat daha çox olacaq. Yəni 100 ev alacaqsan. Amma o dedi ki, onu burada alacaqsan, yerdə. Təqiblərin ortasında. Bu ona bənzəmir ki, sən hər şeyi göydə alacaqsan. Ona görə də hər şey burada, təqiblərin ortasında. Çünki bu dünyanın hökümdarı gəlir. Amma onun mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. Fırtına gəlir. Sənin həyatında sənətlərlə bağlı problemlər gəlir, amma sənin üzərində səlahiyyəti yoxdur. Çətinliklər gəlir, müharibə gəlir, qohumla, qonşuyla, yadla müharibə gəlir, ancaq səndə onun səlahiyyəti yoxdur. Ölüm gəlir, amma məndə onun heç nəyi yoxdur. Kədər gəlir, göz yaşları gəlir, amma mən sevinirəm, gülürəm. Onca 2-ci Korinth 6-cı fəsildə deyir ki, bizi ağladırlar, amma biz ağlamırıq. Bizi incidirlər, biz incimirik. Niyə? Çünki bizim üzərimizdə onların səlahiyyəti yoxdur. Əksinə mənim səlahiyyətim var onların üzərində. Və biz bunların hamısının ortasında Rəbbin xeyirduasını almışıq. Bəli, elə burada, bunların hamısının ortasında göz yaşları öləndə və ya göyə gedəndə qurumayacaq. İsa deyir, burada yaxşı bir mükafat alacaqsınız. Yəni göz yaşım burada quruyub artıq. Yox, mən burada istəmirəm. Və beləliklə insanlar ölürlər. Bir yerə qaçmaq, gizlənmək istəyirlər. Nəydənsə qaçmaq istəyirlər, ölüb canlarını qurtarmaq istəyirlər. Çünki ətraflarında baş verən hər şeyin özünə məxsus onların üzərində bir ağalığı var. Mən sizi ətrafda olan, üzərinizdə olan ağalığı üzərinizdən ləğv edirəm. Bu barədə danışıram düşüncələrinizi açılması üçün. Çünki fırtınanın da öz xəstəliyi var. Ölümün də öz xəstəliyi var. Mən demirəm ki, kilsələrdə nəysə düz təbliğ eləmirlər. Onlar sadəcə səltənətin yaxınlaşmasını təbliğ edirlər. Bu səltənətin özü deyil. Və təbii ki, belə öyrədilən adamlar ölmək istəyəcəklər.
qaçmaq istəyəcəklər, gizlənmək istəyəcəklər. Çünki ətraflarında baş verən hər şeyin özünə məxsus bir şeyi var. Fırtınanın da öz xəstəliyi var, ölümün də öz xəstəliyi var. Və təbii ki, belə insanlar həyatdan qaçmaq istəyirlər. Belə insanlar aralanmaq istəyirlər, ölüb göylərə getmək istəyirlər. Amma bugün hamını çağırıram, hamınızı dəvət edirəm. Yer üzərində qalırıq. Atamıza izzət verək. Biz burada qalırıq. Mən sizə bir şey demək istəyirəm. Siz isə bu barədə sadəcə düşünün. Yadınızdadır İsa dedi, o gün demişdim, təkrar edirəm. 2 nəfər qalacaq. 2 nəfər tarlada olacaq, biri götürüləcək, biri qalacaq. 2 nəfər dəyirməndə olacaq, biri götürüləcək, biri qalacaq. 2 nəfər yataqda olacaq, biri götürüləcək, biri qalacaq. Və yadınızdadır demişdim ki, biz də deyik, vay, yazıqlar, niyə qaldılar? Burada yerdə qalanların vay halına. Və yadınızdadır demişdim, yerdə qalanlar haqqında xristiyanlar video çəkiblər də, kilsədə birdən-birə rast getdilər, paltarlar qaldı. Başım çıxmır, onlar lüt hara getdilər paltarsız. O nətər hara güya paltarlar qaldı, elə ki, onlar çəkiblər. Ki, bütün yaxşı xristiyanlar göyə, uçdular göyə, o birisilər qaldılar. İnsanlar gəldilər kilsələrə, nə bilim, orada birdən yox oldular. Əgər göylə yer arasında bir məsafə varsa, göylə yer arasında, həqiqətən bir məsafə varsa, sən bir yerə uçmaq istəyəcəksən. Göydən yer, sənin aranda məsafə varsa, sən istəyəcəksən ki, buranı tərk edib ora gedəsən. Diqqətlə qulaq as, qoy açılsın bütün dini fikirlərin, bütün dini düşüncələrin, bax indi o dəymiş armud kimi töküləcək hamısı ki, neçə illərdir ki, sənin düşüncələrə, kilsələrdə öyrədiblər, onlar dəymiş armud kimi tappa-tap, o dəymiş incil kimi tappa-tap töküləcək bir dəqiqə. Əgər göylə yer arasında bir məsafə varsa, sən harasa uçmalısan, sən orası getməlisən. Amma göylə yer arasında bu məsafə olmadıqda, uçmaq üçün bir yer yoxdur və qalmaq daha yaxşıdır. Yerlə göy arasında məsafə fiziki deyil. Məsafə yıxılmış düşüncənin məsafəsidir. Sən elə bilirsən ki, burada məlumat var ki, bu məlumat səni ayırır Allahdan ki, o göydədir. Sən də ora getməlisən. Xeyr, məsafə buradadır. Əslində yoxdur məsafə. O səndədir, sən ondasan. Vay. Vay. Nə bəxtəvərdir bunları eşidən qulaqlar. Nə bəxtəvərdir o qulaqlar ki, bugün bu sözləri eşidir. Buna görə də bugün uçanlardan, göylərə uçanlardan daha çox o yataqda qalanlar, o dərmanda qalanlar, orada yerdə qalanları daha çox istəyirəm. Onları daha çox sevirəm. Və indi sənə sual verim. Yaxşı, uşaqlar, yaxşı. Müqəddəs insanlar niyə yerdən getməlidirlər axı? Niyə müqəddəslər göyə get, yerdən getməli? Məyər yazılmayıb ki, həlimlər yer üzünü miras alacaq? Ha? Və niyə bizi tərisini öyrədirlər belə? Məgər İsa demədi ki, yer üzündə də göydəki kimi dua etməyi öyrənin? Ki, yer üzündə də göydə olduğu kimi yerdə də iradən olsun? Belə demədi mi? Və də deyirlər ki, Elçin qəşək gülür. Və deyirlər ki, göylər yanacaq, yer yanacaq, yer yox olacaq. Və sonunda İsa nə üçün deyir ki, göydəki kimi yerdə də olsun? Nə üçün İsa göyləri yerə köçürtmək istəyir? Yaxşı şeyləri yerə köçürtmək istəyir. Ev alıbmısan, təzə evə köçürdürsən hər şeyi, sonra da spişkanı vurub oranı yandırırsan. Ha, bu nə qədər geri zəkalılıqdır, Türklər geri düşünməkdir. Allah hamımızı yığıb bura, sonra da spişkanı vurur, atdan yandırır ki, qoy yansınlar. Və nəyə görə göydəki kimi yerdə olmalıdır, əgər yeri yandıracaqsa Allah, yer yanacaqsa? Mənim fikrimcə, mənim düşüncəmdə,
Burada qanunsuzluq edənlər bu yeri tərk etməlidir. Və Allahın oğulları yeri gəlmişkən, yaradılış açılır və köç salır insanlarda. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. Və sənə demək istəyirəm ki, əziz qardaş, yer haqqında, qulaq as, indi dua edəcəyik. Yer haqqında, yerin yanması barəsində sənə məlumat verirəm. Bir, heç bir yer yanıb, kül, mül olmayacaq. Yalnız yer haqqında yanlış təsəvvürdən başqa heç nə yanmayacaq. Yanlış təsəvvür, yanlış, yıxılmış Adəm düşüncəsi, Adəmin yıxılmış düşüncəsindən başqa heç nə yanmayacaq. Bu gözəl şəlalələri, bu gözəl dağları, bu gözəl binalar tikilir, insan inkişaf eləyir, yanmayacaq. Ona görə də mənim arxamca indi deyə bilərsən ki, mən qalası oldum. Mən dinən qalıram. Mən səninlə qalıram, ya Rəbb. Sən deyirsən ki, ya Rəbb, göydə olduğu kimi yerdə də olsun. Mən sənin dediyin yerdə qalmaq istəyirəm. Dinən, ya Rəbb, təkrar elə arxamca. Dinən, ya Rəbb, sən deyirsən ki, həlimlər yer üzünü miras alacaq. Denən, o mənəm. Denən, o mənəm. Yer üzərinin miras alası olan varis mənəm. Halleluya. Mən o varisəm ki, yer üzərini varisəm. Yer üzərinin varisiyəm. Olduğun yerde gözünü yum. Sakitləş. Sakitləş. Sakit ol. Xaricdə sakitliyi demirəm. Daxilində sakit ol. Yəni bırax qayğını. Oğlunu bırax, qızını bırax, hamısını bırax. Çünki sən nəyi etibar etsən Rəbbə, indi nəyi Rəbbə etibar edib bıraxsan, sən onu yenidən qazanacaqsan. Yum gözünü olduğun yerdə və yadda sal necə İsa tələbələrini qayığa mindirərək onları yola saldı. Sonra bir an içində o onların yanında oldu. Qorxma. Nəyi Rəbbə bıraxacaqsansa, o xeyirdalı və izzətli şəkildə sənə qayıdacaq. Ona görə də gözlərini yum, əllərini götür hər şeydən. Heç oğlunun, qızının, ata, ana, İsa kimi ol, o dedi ki, mənim atam, anam kəlamı eşidib ona əməl edənlərdir. Sən artıq zamandan kənarda yaşayırsan. Sən zamansızlıqda yaşayırsan. Çünki hər şey artıq sənindir. Real, indi, bugün sənin günündür. İndi sənindir, bugün sənindir. Və özünə bax, öz daxilinə bax, öz döş qəfəsinə bax, daxilinə. Orada özünü necə taxta bəzədilərək oturub durulmuş görəcəksən. Budur reallıq ki, sən taxtasan. Budur reallıq ki, sən orada oturmuşsan. Sən zamanın üzərində məskən salmışsan. Və özünə minnətdarlıqla bax. Dinən mənə afərin. Mən xeyrdalıyam. Mənə afərin. Mən atamla bir taxta oturmuşam. Və buna görə dinən atama minnətdaram. Özünü təriflə. Bəli, bəli, özünü təriflə. Dinən minnətdaram sənə ata.
Sənin taxtında oturduğuma görə minnətdarım. Və indi mənə özümü göstərdiyinə görə sənə minnətdarım. Bunu səsləndirməyə bilərsən, sadəcə ürəyində də bunu deyə bilərsən, narahat olma. Mən taxta oturmuşam, mən bəzədilmişəm. Mən artıq denən gəlin deyiləm, mən artıq bəyəm. Mən artıq bəyəm. Mən artıq dulusçuyam. Artıq Rəbb mənim dayağım deyil, artıq Rəbb məndədir. Mən isə ondayam. Ona görə də göylərə gedəsi olmadım. Mən qalası oldum. Mən sənin istədiyin kimi olası oldum. Mən qalıram. Alleluya. Alleluya. Sən xeyirdalısan. Rəbbin xeyirdalısı sənin üzərindədir. Sən buradasan. Sən indisən. Hər şey sənindir. Çünki sən oğulsan. Axı sənin valideynlərin əmlakı sənə qaldığı kimi, sənin ata Allahının bütün əmlakı sənindir. Çünki o dedi, mənim nəyim varsa sənindir. Sənin nəyin varsa mənimdir. İndi dinən ata, mənim problemlərim sənin olduğu üçün, artıq dinən o problemlər mənim deyil, onlar sənindir. Səninsə xeyirdan, sənin şəfan, sağlamlığın, sənin var dövlətin mənimdir. Bu belədir və başda görməyə bu mübadiləni. O deyir ki, sənin nəyin varsa mənimdir, dinən yəni. Mənim xəstəm yoxdur, mənim göz yaşım yoxdur, mənim problemim yoxdur, çünki artıq onlar sənindir. Vah, halleluya. Dünən sənə minnətdaram ata, sənə təşəkkür edim.